Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Aysun 3-cü dəfə ərə gedir. Müğənni Aysun İsmailova yenidən ailə qurmaq istəyir. Bizim media xəbər verir ki, bu barədə o Instagramda izləyicilərinin suallarını cavablandırarkən açıqlama verib. Aysun deyib ki, düzgün biri çıxsa, bu haqda düşünər, düzgün biri çıxsa. Bunu düşünmək çox tezdir, çünki övladım var, amma mən ailə insanıyam. Yəni sevgili həyatı mənə görə deyil. Aysun, əbəs qorxmursan, yenidən ailə qursan səni qınayarlar sualına bu cavabı verib. Mən həyatımı kimlərəsə görə yaşamıram. Həyata bir dəfə gəlirəm. Həyat mənimdir, necə istəyərəm elə yaşayaram. Heç kim qarışa bilməz. O qınayanların həyatında bir bilsəz nələr baş verir. Bugün tanış olmuşduq. Xəbər gəldi ki, rəhmətə gedib. Könül xanımla bugün dünən tanış olduq, görüşdük. O qədər mehriban, gözəl bir insan obrazı yaratmışdı ki, bu sözləri Azərbaycanda təhsil xidmətləri göstərən şirkətin rəhbəri Mir Yusif Cavadzadə ötən gün Yasamaldakı yanğında faciəvi şəkildə həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli ilə bağlı paylaşımında bildirib.